Əziz tələbələr, qeyd etdiyim kimi, sınaq imtahanının suallarını təhlil edərkən tələbələrimizin hansı suallarda daha çox çətinlik çəkdiklərindən bağlı video çəkmək istəyirəm ki, eyni səhvləri qəbulda düşərsə təkrarlamasınlar. Məsələn, orada coğrafiya ilə bağlı bir sualımız var idi ki, deməli, variantların tərkibində həm şəhər daxilində yerləşən ikinci şəhər verilmişdi, həmçinin adı dəyişdirilən rayonla bağlı sual var idi ki, tələbələrimiz bunları bir-birinə qatmışdı. Unutmaq olmaz ki, əgər adı dəyişdirilənləri soruşsa, məsələn, tutaqım deyirəm, Qutqaşen indiki Qəbələdir, Vartaşen Oğuzdur, Yeni Şamaxı Ağsudur və yaxud da Nuxa Şəkidir. Sizin qarşınıza sual kimi bunlar çıxa bilər. Əli Bayramlı Şirvandır. Yəni, bir sözlə sizin qarşınıza çıxacaq suallarda adları dəyişdirilənlərlə tərkibində yerləşən ikinci şəhəri qarışdırmayın. Məsələn, düşə bilər Xaçmaz Xudat. Bilin ki, bu artıq Xaçmazın tərkibindəki ikinci şəhər olan Xudat şəhəridir. Və yaxud da ki, Lənkəran Liman, Goranboy Dəliməmmədli, Tovuz Qovlar. Bu tip sualları bir-birinə qatmayın. Bu arada Füzuli Horadiz. Onu da qeyd edim, bəlkə elə qarşınızda imtahanda bu düşər. Yəni, bir sözlə bu hissələrə yaxşı baxmağınızı tövsiyə eləyirəm.